Elektron cədvəldən fraqment verilmişdi. D3 xanasındakı düsturu C4 xanasına köçürdükdən sonra C4 xanasında hansı qiymət alınır? D3 xanasında olan düsturu yazıram. D3 bərabərdir B2 üstəgəl B3. İndi D3 xanasındakı bu düsturu D4'ə köçürsəm, bu zaman sütun bir vahid geri gedir D'dən C-yə, amma sətir bir vahid artır. Onda bunu düsturun tərkibindəki xanalara da tətbiq edəcəm. Onda B olacaq A, amma 2 dəyişməyəcək. Üstəgəl, burada da B dəyişməyəcək və 3 artacaq olacaq 4. Bizə deyir ki, C4 xanasında hansı qiymət alınır? C4 xanasının qiymətini tapmaq üçün A2-dən, hansı ki A2 xanasının qiyməti 20-dir, üzərinə gələcəm B4-ü. B4 də 5000-dir. Onda bunların da cəmi doğru cavab olacaq 5020.